Qardaşlar, real bir fakt deyim sizə. Dünyada elə bir heyvan var ki, səni dişləyir, amma dərhal öldürmür. Bax səni buraxır, sonra isə sakitcə arxanca gəlir. Sən qaçırsan, gizlənirsən, elə bir xilas oldun. Amma yox, saatlarla, bəzən günlərlə səni izləyir. Sən zəifləyənə qədər və sonunda gəlib səni yeyir. Bu film deyil, bu Komodo dragonudur. Bu arada kanalıma abunə olmağı unutma. Hazırsansa keçək əsas məsələyə. Kimdir axı bu əjdaha? Bax ilk baxışdan deyə bilərsən ki, bu sadəcə böyük bir kərtənkələdir. Amma yox, bu bildiyin kərtənkələ deyil, bu dünyanın ən böyük kərtənkələsidir. Uzunluğu təxminən 3 metrə çatır, çəkisi isə 90 kiloya qədər gedir. Yəni az qala bir insan boyda, bir insan ağırlığında canlıdan danışıram sənə. Və ən qəribəsi bilirsən nədir? Bu heyvanlar uzun illər gizli yaşayıb. İnsanlar onları təxminən 100 il əvvəl kəşf edib. Bax təsəvvür elə, belə bir canavar var. Amma hamı xəbərsizdir. Sanki təbiət onu illərlə gizlədib. Qardaşım, Komodo əjdahasını ilk dəfə görən adamın ağlına bir fikir gəlir. Bu keçmişdən qalıb. Dərsi qalındır, sanki zirək kimidir. Elə bir üstündə xüsusi hazırlanmış qoruyucu geyim var. Amma bax, ən maraqlı və qorxulu hissə nə dişidir, nə də caynağı. Onun dili, bəli dili. Bu canlı dili ilə havanı dadır. Yəni sənin qoxunu tutur və istiqaməti tapır. Külək sənin tərəfdən əsirsə, sən artıq onun üçün xəritədəsən. Qardaşlar, gizlənmək demək olar ki, mümkün deyil. Bax, çox adam elə bilir ki, Komodo çox sürətlidir. Əslində o qədər də yox. Amma onun gücü sürətdə deyil, onun gücü səbirdədir. Saatlarla, hətta günlərlə bir yerdə tərpənmədən gözləyə bilir. Günəşin altında susuz, ac, amma gözləyir. Çünki bilir ki, bir an gələcək, sən diqqətsiz olacaqsan və o an hər şey bitəcək. O hücum edir və hər şey saniyələr içində baş verir. Sən nə baş verdiyini anlayana qədər artıq gec olur. Bax, bu artıq instinkt deyil, bu planlı hücumdur. Yəqin eşitmirsən, deyirdilər ki, bunun ağzı bakteriya ilə doludur. Ona görə öldürür. Amma bax, bu tam doğru deyil. Komodo əjdahası zəhərlidir. Onun zəhər vəzləri var. Dişlədiyi anda qan laxtalanmır, təzyiq düşür, bədən zəifləyir. İndi isə ən qorxulu hissəni demək istəyirəm, hazır ol. O səni dişləyir və buraxır. Sən qaçırsan, düşünürsən ki, qurtuldun, amma yox. Bax, o səni izləyir. Səssizcə, arxadan, çünki bilir ki, sən çox uzağa gedə bilməyəcəksən. Bu artıq ov deyil, bu gözlənilən sonun başlanğıcıdır. Qardaşlar, indi deyəcəyim şey biraz ağırdır. Komodo əjdahaları kannibaldır. Yəni öz növünü də yeyir, hətta öz balasını belə. Ona görə balaca əjdahalar yumurtadan çıxan kimi qaçır, ağacları dırmaşır, gizlənir. Çünki yerdə qalsalar yaşamaq şansları çox azdır. Bax, təbiət bəzən çox qəddar olur. Bax, insana bir neçə maraqlı fakt deyim. Bir dəfəyə öz çəkisinin 80%-ə qədər ət yeyə bilir. Çox yaxşı üzürlər. Adadan adaya keçirlər. Ov zamanı əvvəlcədən mövqe seçirlər. Hətta bəzi hallarda eyni ərazidə bir neçə komodo eyni ovun ətrafında dolaşır. Yəni bu heyvan təkcə güclü deyil, ağıllıdır. Qardaşlar, ən çox verilən sual budur. İnsan üçün təhlükəlidirmi? Qısa cavab, bəli, hücum halları olub və bu real təhlükədir. Amma məsələ bu deyil. Məsələ odur ki, bu canlı min illərdir dəyişmədən sağ qalıb. Dünya dəyişib, bilim dəyişib, canlılar yox olub. Amma bu hələ də buradadır. Bax, bu təsadüf deyil, bu gücdür, uyğunlaşmaqdır, sağ qalmaq bacarığıdır. Bir gün yolun belə tropik adalara düşsə və birdən ətrafda qəribə bir sakitlik hiss etsən, bax, dayan. Çünki sən heç nə görməsən də, kimsə səni artıq görür ola bilər. Videonun bu yerinə qədər gəlibsənsə, deməli sən də bir sirli vəhşi dünyanı sevirsən. Daha belə videolar üçün bəyənməyi və abunə olmağı unutma. Növbəti videoda görüşərək, özünə yaxşı bax.